Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Cəlilabad rayonunda fərdi yaşayış evi yanıb. Hadisə rayonun Sabirabad kəndində Rəşid Səfərova məxsus evdə qeydə alınıb. Belə ki, müsahəsi 220 kvadrat metr, ər mərtəbəsi 110 kvadrat metr olan 2 mərtəbəli 10 otaqlı evdə qəfil yanğın başlayıb. Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunsa da, ev tamamilə yanıb. İlkin məlumata görə, yanğın Novruz bayramı ilə əlaqədar olaraq şirniyyatın bişirildiyi elektrik sobasından başlayıb. Sobanın uzun müddət qoşulu qalmasının yanğına səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. Məşhur yuyucu vasitə markası olan Ariel Türkiyədə cərimələnib. Buna səbəb brendin saxta reklamıdır. Belə ki, brendin reklamında bir yumada təkəli paltarların təmizlənəcəyi vəd edilir. Həmin reklamdan Ticarət Nazirliyinə şikayət edilib. Şikayətdən sonra tədbir görülüb və brendin reklamında bir yumada təmizləyicini iddia etdiyi Ləkə Nazirlik tərəfindən aparılan sınaqda 8 yumada silinib. Rəqib məhsulların daha az yuyucu vasitəsilə daha yaxşı təmizlik təmin etdiyini iddia edən Procter & Gamble şirkəti aldadıcı reklam səbəbilə 2,2 milyon illərə cərimə edilib.